Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Müdafiə Nazirliyinə Azərbaycanla atəşkəsi pozmamaqla bağlı təlimat verib. O, bu barədə sosial şəbəkəsindəki səhifəsində yazıb. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin layihəsi reallaşdırılıb və imzalanmağa gözləyir. Ermənistan Müdafiə Nazirliyinə təlimatım aydındır. Atəşkəs rejimini pozmayın. Ermənistan müharibəyə deyil, sülhə doğru gedir, baş nazir bildirib. Qeyd edək ki, bir neçə gündür Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Azərbaycan ordusunun mövqeləri fasilələrlə atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyindən verilən sonuncu açıqlamada martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan Silahlı Qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan ordusunun mövqələrini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutduğu bildirilib.